2026-cı ildə 18-ci əsr Azərbaycan dövlətçilik tarixinin görkəmli simalarından biri Quba xanı Fətəli xanın anadan olmasının 290 illiyi tamam olur. Fətəli xan Hüseynəli xan oğlu 1736-cı ildə Quba şəhərində dünyaya gəlmişdir. Onun 1758-1789-cu illəri əhatə edən hakimiyyət dövrü Quba xanlığının siyasi, hərbi və iqtisadi baxımdan ən güclü və nüfuzlu mərhələsi kimi tarixə düşmüşdür. Parçalanmış xanlıqlar şəraitində Fətəli xan mərkəzləşdirilmiş idarəetmə və məqsədyönlü dövlət quruculuğu siyasəti yürüdərək təkcə Azərbaycanın şimalında deyil, eyni zamanda cənub bölgələrində də ciddi siyasi təsir imkanları əldə etmişdir. Güclü hərbi təşkilatlanma, balanslı və çevik diplomatiya, eləcə də daxili idarəetmədə aparılan islahatlar onun hakimiyyətinin əsas xüsusiyyətlərini təşkil edirdi. Fətəli xanın fəaliyyəti 18-ci əsr Azərbaycan ictimai-siyasi tarixində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm və parlaq bir mərhələ kimi dəyərləndirilir.